polisentric epistemologiya. Əlbəttə ki, fərqli şəxsiyyətlərə, biliklərə malik olan hər birimiz insanlarıq. Amma bəzən biz bu dünyanı bipolar görməyə çalışırıq. Biz qərbdən və digər məsələlərdən, qlobal məsələlərdən danışırıq. Və düşünürəm ki, amma bundan da daha çox çətin məsələlər var və polisentrik epistemologiya çərçivəsində fərqli, əlbəttə ki, bilik təcəssümləri vardır. Bir çox əslində məsələlər vardır ki, bir neçəsi barədə Türk filosofiyası barədə danışmaq istəyirəm. Şərqi Avropa düşüncələri, Balkan və Afrika düşüncələri ilə bağlı. Yəni biz bir-birimizlə necə əlaqəliyik? Biz onları necə əlaqələndirməliyik? Bir bilikdən digər biliyə necə keçməliyik? İkinci isə bizim buradan faydamız nə olacaq? Polisentrik strukturu zayıflaşdırsaq. Mənim təklifim ondan ibarətdir ki, spekulativ yanaşmanı, düşüncəni yaxşılaşdırmalıyıq və qısa bir tekst təqdim edəcəm. Gürcü dilindən tərcümə olunmuşdur. Afrika müəllifi Ədiçi tərəfindən yazılmışdır. Amerikanı adlanan bir tekstdir və bu qısa tekstdə Gürcüstanlılar dəvət edir hamını fərziyə etməyə. Yəni, Nigeriyalı olmaq necə ola bilər, müqayisəli şəkildə bu təklifi edir. Əlbəttə ki, onların öhdəsində bir çox vaxtlar müharibələr olmuşdur, miqrasiya problemləri olmuşdur, resursifikasiya məsələləri olmuşdur, savadlı insanlar digər regionlara köçmüşdülər, beyin axını baş vermişdir. Yəni, əlaqələndirmə spekulativ düşüncəni ən azı yaxşılaşdırılmış olur. Sadəcə onların yerinə özünüzü qoyun, onlar kimi düşünün və bu epistemoloji faydaları barədə danışdıqda biz başqalarından öyrənirik, biz dərslər çıxardırıq Nigeriyalıların yaşam tərzindən, düşüncə tərzindən. Əlbəttə ki, periferiyadan periferiyaya keçmiş deməli, həmrəylik yaranır. Bunu polisentrik epistemologiya intellektual fəza çərçivəsində yeni həmrəylik prinsiplərini üzrə çıxarır. Bu, həmrəylik produktiv biliklər deməkdir. Əlbəttə ki, konkret siyasi və bunun hüquqi nəticələri də vardır və düşünürəm ki, bu konfrans zamanı biz sırf onlar barədə danışacaq. Konstitusionalizm digər fərqli bucaqlardan müzakirə olunmalıdır və ona görə də qısa fikirlərimi çatdırmağa çalışdım. Təşəkkür edirəm diqqətiniz üçün.